Əsas hissəyə gələk. İran türkləri dövlət qurmaq potensialı ən yüksək olan türk topluluğudur. Onlar təzyiq altındadılar, amma eyni zamanda bütün türk xalqları arasında dövlət qurmaq gücü ən çox olan qrupdular. Bəli, Doğu Türkistanda daxil olmaqla bütün türk topluluqları içində İran türkləri ən güclü potensiala sahibdir. Bu səbəbdən onlar türk dünyası üçün strateji və tarixi baxımdan kilit əhəmiyyətə malikdir. Bu sadəcə təbliğat deyil, elmi və real bir faktordur. Tarixdən də belə olub. İran Türkiyədən sonra türklərin ən çox yaşadığı ölkədir. Bütün assimilyasiya cəhdlərinə baxmayaraq, türklük orada hələ də canlıdır, diridir, hətta tarix sadəcə siyasi deyil, həm də mədəni və sosial anlamda öz varlığını qoruyur. Bununla yanaşı İranın yerləşdiyi bölgə coğrafi və geosiyasi baxımdan çox həlledici mövqedədir. Tarixən türk xalqlarının ən böyük tragediyalarından biri Osmanlı ilə Səfəvə qarşı duruşması idi. Bu təkcə məhz fərqi deyildi, həm də coğrafi parçalanma idi. Nəticədə türk dünyası bir bıçaq kimi iki yerə bölündü və birləşmə imkanı itdi. Bu baxımdan türk coğrafiyasını kəsən də, birləşdirən də İran torpağıdır. İran türklərin yaşadığı ərazi Türkiyə ilə Orta Asiyanı birləşdirən quru körpüsüdür. Bu xətt kəsilərsə, türk dünyasının əlaqəsi də qırılır. Bunu sadə bir nümunə ilə görə bilərik. Azərbaycanın paytaxtı Bakı ilə Naxçıvan arasında birbaşa quru əlaqə yoxdur. Bu əlaqəni təmin edən məhz o bölgədir, Güney Azərbaycan torpaqları. Yəni həm Türkiyə ilə Azərbaycan arasındakı bağ, həm də Qafqaz ilə Türkistan arasındakı coğrafi bağ oradan keçir. Belə baxanda, İran türklərinin yaşadığı coğrafiya təkcə bir bölgə deyil, həm də türk dünyasının strateji damar nöqtəsidir. Həm tarixi baxımdan, həm enerji yolları baxımından, həm də milli dirəniş ruhu baxımından oranın əhəmiyyəti çox böyükdür. İkinci bölümün sonunda bunu demək olar. Türk dünyasının gələcəyi üçün Güney Azərbaycan təkcə milli məsələ deyil, həm də regional stabilliyin açarıdır. Orada baş verən hər hadisə həm Türk dünyasına, həm də Orta Doğuya təsir edir. Güney Azərbaycanın taleyi yalnız İranla bağlı deyil, bütöv Türk dünyasının gələcəyinə təsir edən əsas məsələdir. Tarixi qanlı Təbrizim, küləklər səsləyir səni. Hoydu hoy şanlı Təbrizim, hoydu hoy şanlı Təbrizim. Baxanda görürük ki, həm enerji, həm də tranzit baxımından bu bölgə geosiyasi olaraq çox önəmlidir. Suriya və İraqda nə baş verir-verməsin, Türkiyədə hansı nəticələr alınır-alınmır fərqi yoxdur. Amma yaxın şərqdə gedən bu son qarşıdurmanın, bu tarixi və geosiyasi qırılmanın nəticəsi ən sonda İran türklərinin yaşadığı coğrafiyada müəyyən olunacaq. Yəni, bu bölgədə kim qalib gələcək, kim məğlub olacaq, Orta Doğunun gələcək tarixi baxımından həlledici olacaq. Bunu indi tam görə bilmirik, amma zaman gələcək bunu aydın və açıq şəkildə yaşayacağıq. Onsuz da bugün həm Şimali İraqdakı Kürd qrupların, həm də Türkiyədəki bəzi hərəkatların bu istiqamətə necə sərmayə qoyduğunu, necə hazırlaşdığını yaxından izləyənlər çox gözəl bilir. Yəni qısası, bu savaşın son mərhələsi orayla bağlı olacaq. Bəli, bu çox önəmli bir bölgədir. Məncə bölgəmizin geosiyasi taleyi sonda məhz bu ərazidə müəyyən olunacaq. Bəlkə bugün o qədər danışılmır, amma sabah bu məsələ qaçılmaz şəkildə gündəmə gələcək. Çünki son 20 ildə Suriya və İraqda gördüklərimiz əvvəllər heç xəyal belə edə bilmədiyimiz dəyişikliklər idi.